Elza Seyidcihanın bir sözü yadıma düşdü ki, mən tarixdə bir böyük şəxsiyyət kimi qalacam. Onda bəlli əlamətləri var. Şizofreniyanın maniakal formasıdır xanım. Bəzən qocalar da sarsaqlayırlar, üzr istəyirəm, axmaq qocalar sarsaqlayırlar, bir şeir yazacağım. Bizim o Aşıq Borçalı Telliyə deyir ki, Aşıq, bugünkü gündə biz Aşıq can... Nəysə, onu mən öz... Buradan demirəm, Yıvıcı, Nadir deyir, yola ver geçsin. Hamı mənə deyəcək ki, bu Elza Seyidcihan, İlhami Quliyeva buna olmazın pisliklər elədi, bu onu tərifləyir. Yəni İlhami Quliyeva kimi sənətkarın dalınca kimsə danışırsa, o doğrudan da bu, üzr istəyirəm, azğın bir adamdır da, yəni. Bizim kompozitorlarımız kim idi bilirsən? Quliyev, Fikrət Əmirov, Cahangirov, Kara Karayev. Öz cəmiyyətimizin yetişdirdiyi isə Telli Borçalı, o birisinin adına da başına taş qoyan. Elza Seyidcihan. Ağzına gələn deyir, mən sən ağzını tikeyim, nələm, kulağını tikeyim. Bağayıb şeylər bunlar. Seyidcihan hara, Şairlər İttifaqının üzvü hara. İncimə məndən. Elza Seyidcihanın bir sözü yadıma düşdü ki, mən tarixdə bir böyük şəxsiyyət kimi qalacam. Onda bəlli əlamətləri var. Şizofreniyanın maniakal formasıdır xanım.